hal-hazırda Azərbaycanda çox imkanlı bir ailənin qızının, özünün restoran şəbəkəsi olan bir xanımın 220 manat üzərində davasını görürəm məhkəmədə. Mən ailədə oturmuşam, mən prinsesayam. Gəlin olmaq çox asandır. Gəlin olmağa nə var ki? Kişidə o atalıq məsuliyyəti olmalıdır ki, vaxtında o alimenti ödəsin. Qaynata ilə dava edir. Yəqin özünüz də şahid olursunuz. Mən fikirlərim. Qadınların pulu artdıqca nə edirlər? Düşünürlər ki, artıq mən kişidən üstünəm, ona ehtiyacım yoxdur. Salam dəyərli izləyicilərim, mən Elmira, yeni YouTube layihəmlə qarşınızdayam. Verilişimizin adı Sərbəstsəndir. Hər birinizi sərbəst olmağa dəvət edirəm və verilişimizin ilk bəs qonağı Türkan Həsənli. Buyurun özünüzü təqdim edin Türkan. Mən də sizləri və tamaşaçılarınızı salamlayıram. Mən reality blog aparıram və Azərbaycanda ilk reality blog üzrə influencerəm. Bu arada yumor formatında Azərbaycan cəmiyyətində olan ən qaranlıq tərəflərimizi yumor formatında insanlara təqdim etməyə çalışıram. Qaranlıq tərəflərimizdən biri də çox qəşəng mövzuya toxundunuz siz də. Kişilərin aliment ödəməkdən yayınmasıdır. Bu haqqda fikirləriniz nədir? Mənə maraqlı gəldi. Aliment mövzusu çox qlobal mövzudur. Ümumiyyətlə Azərbaycan Respublikasının qanunvericiliyinə görə uşaq kimdə qalırsa, Bəli. alimenti qarşı tərəf ödəyir. Yəni uşaq anada qalırsa ata ödəyir, atada qalırsa ana ödəyir. Amma kişilər alimenti verməkdən yayınırlar. Yayınırlar. Məncə burada səbəb olaraq qadınların da üzərinə yük düşür. Bilirəm xoşunuza gəlməyəcək ilk cavabları. Baxın, mənim də 34 yaşım var, mən də evlad sahibiyəm, amma mən heç kimin qapısını döyüb 220 manat dilənmirəm. Amma mən sizinlə heç razı deyiləm. Çünki mənim özümün də 4 övladım var. Yəni Allah eləməsin, səhərsi günü boşansam, yəni o 4 uşağa mən tək necə baxa bilərəm? Yəni mənə yoldaşımın təbii ki, eks yoldaşımın köməyi lazımdır və mütləqdir düşünürəm. Yəni nəyə görə bütün yüklər qadının üzərində olmalıdır? Gəlin daha qlobal baxaq da, heç bir kişi öz uşağını küçəyə atmır. Və Azərbaycan Respublikasının Amma fakt odur ki, alimenti verməkdən yayınırlar. Sizcə bunun səbəbi qadın deyilmi? Qadın neynəsin ki ona? Baxın, bizim kişilərimiz çox mərd insanlardır. Bizim kişilərimiz heç vaxt öz evladını, ələsuz da qız uşağını küçəyə atmaz. Amma atırlar. Atmırlar. Mən səbəbi qadınlarımızda görürəm. Mən sizin bir qadın olaraq qadınların tərəfindən danışacağınızı düşünürdüm, amma tamamilə yanlış tərəflərdəyim. Mən hər zaman qadınlara çox dəstək oluram. Bunu videolarımda da, storylərimdə məni izləyən insanlar buna təsdiq tapacaqlar. Amma bu sırf aliment mövzusunda əksər hallarda kişilərin tərəfindəyəm. Mən düşünürəm ki, qadın elə bir daha qlobal getməliyik. Qadın elə bir sistem qurmalıdır öz həyatında ki, sabahları sən boşana bilərsən, bəli, bu sənin haqqındır. Amma mən boşanarkən evimdən uşaqla ora getməmişəm axı. Doğru. O uşaq o kişinin uşaqlarıdır da, belə pis çıxmasın. Siz bilirsiniz, deməli elə bir millətlər var ki, siz elə qonşu dövlətlərdir. Siz boşananda uşağı təhvil verirsiniz atanıza, hansı paltarla atasına. Hansı paltarla, cehizlə gəlmirsinizsə, o paltarla, cehizlə sizi yola salır. Uşağınıza baxa bilmirsiniz, niyə siz gedib kiminsə qapısını döyüb, mənə o 220 mən o qapını döyməməliyəm də. Kişidə o atalıq məsuliyyəti olmalıdır ki, vaxtında o alimenti ödəsin. Kim dedi ki, bizim kişilərdə atalıq məsuliyyəti yoxdur? Olmayanlar var, vermək istəməyənlər var. Çünki qadınlar bizim kişilərin, doğru dildə deyəcəm, YouTube layihəsidir də burada. Bəli. Bayağı danışmaq icazə versiniz də. Bəli, sərbəstsiniz. Durub kiminsə kişilərin damarına basırlar. Kişilərimizi təhqir edirlər. Bir kişi olaraq onları alçaldırlar. Ona görə də heç bir kişi üçün 220 manat elə bir qlobal bir pul deyil ki, o onu öz evladına etməsin. İnan ki, mənə siz o uşağı atasına versəz, sizdən də yaxşı baxacaq. Əgər bir qadın uşağına baxa bilmirsə, bu bütövlüklə qadının məsuliyyətidir. Axı qlobal yanaşaq da, siz ailə həyatı qurmamışdan öncə niyə o təhsili ala bilmirsiniz ki, siz sabahları bircə dənə evladınıza baxa bilməyəsiniz? Bir deyil də, bir neçəsi olanlar neyləsin? Elə sistem çoxsu məcburiyyətdən evlənənlər də var. Niyə elə düşünürsünüz? Məsələn, ailəsi məcbur eləyir, evləndi, təhsili yox. Yenə də qlobal baxmalıyıq da, hüquq mühafizə orqanları var. Biz hansısa qəbilədə yaşamırıq axı. Qlobal baxmalıyıq.
Bir də bizim qızlarımızın bir şeyi var. Mən ailədə oturmuşam, mən prinsesayam. Hər birimiz ata-anamız üçün prinsesa ola bilərik. Ata-anamızın evində dırnaqlarımızı belə pilkalaya bilərik. Amma böyük həyata atılanda biz bilməliyik ki, bizim təhsilimiz olmalıdır, bizim işimiz olmalıdır. Biz öz ayaqlarımız üzərində dayanmağı bacarmalıyıq və ən azından o çörəyi öz evladımıza verməyə bacarmalıyıq. Bu ərə getmək mövzusu. Biz hər kəs Azərbaycanda belə ərə getməyə çox asan, nigah çox belə asan bir şeydir. Nigah asandır. Ərə getməyə nə var ki? Ümumiyyətlə gəlin olmağa çox asan deyil gəlin olmaq. Ancaq böyüyəndə ata o övladdan özünə qayğı gözləyəcək. Amma o övladın üzərində heç bir köməyi olmadıqdan sonra övlad ona niyə o qayğını göstərməlidir? Ancaq onu tək qadın öz başına böyüdübsə, ataya da baxmalıdır. Bunu da tələb edirlər. Yəni üzərində haqqı olmadığı halda o övladdan necə qayğı gözləyəcək o ata? Bilirsiniz, mən özüm təhsil üçün kognitiv psixoloqam və mənim praktikama əsasən evladından imtina edən kişi mən hələ ki görməmişəm. Həyat yoldaşından imtina edir. Amma mən şahid olmuşam. Olmusunuz mu? Bəli. Təəssüf edirəm. Ola bilər. Yəni amma mən görməmişəm. Mən görürəm ki, qadın o kişini prinsipə salır. Salır. Çox əsəblərini pozur, dalıcan çox danışır. Məhkəmə qarşısında onu bir kişi olaraq alçadır. Uşaqlarını göstərmir. Uşaqları bu ümumiyyətlə çox qlobal bir şeydir. Yəni ataya uşaq göstərməmək. Alimentdən savayı əlavə pul istəyir. Ümumiyyətlə mən düşünürəm ki, alimentlər qalxdıqca boşanmaların sayı artacaq. Düz. Təəssüf edirəm. Bu barədə bir də bu padruqa mövzusu, padruqalar qızışdırır. Boşan. Hər şey bizə boşanmaqdır. O cəhənnəmə gedən özünə yoldaş axtarır. Hər kəs bizdə hər şey boşanmaqla həll etməyə çalışırlar. Hər bir şey elə bil sanki kişini onunla qorxutmaq istəyirlər. Falan şey eləməsən boşanacaq. Əgər qlobal götürsə, əlbəttə kişi aliment ödəməlidir. Yəni o uşağına baxmalıdır və baxır da. Bizim kişilər evladın qarşısında olan məsuliyyətdən yayınmır. Amma o kişini prinsipə salmır. Üzr istəyirəm ifadəmə görə tasa otuzdurmaq lazım deyil. Hər kəs öz evladına sahib çıxa bilər. Və qadınlar da mənim deyəcəyim odur ki, mən qadınlara qarşı çıxmıram ki, mən əksinə onlara dəstəyim. Mən deyirəm uşağınız olmamışdan öncə birinci öz qayğınıza qalın. Yaxşı, sən boşandın. Elə qadınlar var ki, boşanandan sonra uşağı qoyaq kənara. Öz qayğısına qala bilmir. Öz qayğısına bu insan qala bilir, çünki bilmir. Həyat o oturub dırnaqlarını pilkalayıb bütün gün evdə. O bilmir. O öz qayğısına qalmaq nə olan şeydir bilmir. O heç vaxt kiraya qalmayıb, o heç vaxt 9-7 işləməyib. Hər şey hazır. Yaxşı, tamam, sən boşanmırsan. Yaxşı, yoldaşın başını qoysa, yatdı səhər durmasa, onda necə olacaq? Dövlətin qapısını döyəcəksiniz. O dövlət sizə nə deyəcək? Deyəcək uşağı cütdoma qoy, get özün işlə. Ayaqları duranda gəl uşağı götürərsən. Eyni şeydir də. Ay. Ümumiyyətcə digər ölkələrdə belə bir proqram var və bizə məhkəmə əsasən uşağı anada saxlayır. Amma digər dövlətdə, qonşu dövlətlərdə götürsək, ad çəkmirəm. Orada kim daha çox qazanırsa, uşaq qalır. Bəli, qalır. Və əgər gələcəkdə ana sübut etsə məhkəməyə ki, baxın, mənim kirayə qalacaq evim budur, bu qədər kvadratlıdır, uşağım spalnyası var. Mən aylıq bu qədər qazanıram, bu qədər kommunala ayırıram, bu qədər kreditə ayırıram, bu qədər bağça və uşağı geri qala bilir məhkəməsiz. Bu normal bir şeydir. Bu praktika dünyada var. Amma bizim qadınlar düşünür ki, mən boşandım. Uşaq məndə qalmalıdır. Uşaq məndə qalsın da heç kim, kişi demir ki, səndə qalmasın. Uşaq məndə qalır, el aləm mənə borcludur. Xanımlar məni doğru düzgün anlasınlar. Mən də qadınam, mən də onları başa düşürəm və mənim də qızım var. Amma mən ilk növbədə qızım ərə getmək çox asan deyil. Qızlara təhsil vermək çox önəmlidir. Təhsil peşə, təhsildən önəmli. Qızlar ali təhsil dalıcan qaçmayın. Düz peşə. Dərzi olun, medsestra olun, nə bilim dırnaq ustası olun, saç ustası olun, peşə dalıcan qaçın. Oğlanlara da verilməlidir məncə. Təbii ki, amma bizim səhərsi günü ailəsini saxlaya bilsinlər. Təbii ki, amma kişi gedib fəhlə də işləyə bilər. Kişi gedib taksi şoförü də işləyə bilər. Oğlanlar gedib 10 dənə evdə kirayədə tutub qala bilər. Siz qızınıza rəva bilərsinizmi bunu? Ona görə qadın təhsil peşə almalıdır. Təhsil peşə. Mən demirəm, mən qadınlara qarşı çıxıram. Yox. Gəlin olmaq çox asandır. Gəlin olmağa nə var ki? Qaynata ev alır. Qaynana bunu aparır, gəlinliyi alırlar, nə bilim, qızıl alırlar, gətirirlər bunu bəzəyirlər, otustururlar bantik kimi toyda. O asandır. Onun sonrası var. O qızılı qorumaq var. O əri qorumaq var. O evdəki abu havanı bəli qorumaq var. Hələ qaynana ilə qaynata ilə yaşasan, o ayrı bir mövzu.
Məncə o ayrı bir mövzu. Yəni o ailəni qorumaq var. Biz bütün məsuliyyəti biz neyirik atırıq kişinin üstünə. Mən səndən uşaq dünyaya gəl, uşaq eləmək çox asandır. Bioloji proseslərdir. Ana olmaq çətindir, ata olmaq çox çətin proseslərdir. Mən düşünürəm ki, kişilər də məncə ata olmağa səy göstərsələr daha yaxşı olar. o da biraz qlobala getməliyik də. Biraz ailələrimiz çox Kişilər özləri də hazır öyrəşirlər. Evdə atam var, anam var, ailəmi saxlayacaq. Öz rahat həyatlarını yaşamağa davam edirlər və boşanandan sonra da eyni vəziyyət yaranır. Düşünür ki, mən ona borclu deyiləm. İndi də eks həyat yoldaşım öz atası, anası ilə yaşayır. Ona da indi öz atası, anası dəstək olsun. Həyat yoldaşına təbii ki də borclu deyil. Amma o vəziyyətə gətirmək lazım deyil ki, kişi də evladından imtina eləsin də. Yəni biz 220 manat dilənçisi olmamalıyıq. Verirsə nə gözəl, min şükür. Vermirsən durub mən instansiyaları gəlib ondan o 250 manatı, o 220 manat, 220 manat nə puldur ki, siz xanımlar öz uşaqlarınızı onu təmin edə bilmirsiniz. Yəni mən başa düşmürəm. Türkan xanım, siz dediniz psixoloq olmusunuz. Bu qədər qadınlara qarşı, yəni hamısına qarşı yox, səhv izləyicilərimiz də səhv düşünməsin. Yəqin ki, qadınlarda nə isə görmüsünüz, şahidi olmusunuz ki, belə danışırsınız. Praktikanızda hansı hadisələr olub ki, siz bu dərəcədə əmin danışırsınız? Mən çox şiddətli boşanmanın şahidi olmuşam. Aha. Və bilirsiniz necədir? Qadın çox belə imkanlı ailənin bir qız övladı idi və onu belə əlinin içində belə gəzdirib və o düşünürdü ki, hamı belə olacaq. Aha. Yəni real həyata hazır olmayan bir adam idi. Real həyatda kişi sənə xəyanət də edə bilər. Bəli. Yəni nağıllar aləmində. Yəni insanlar monoqam deyil axı. Biz necə ölkədə yaşayırıq? Hər şey rahat, hər şey əlçatandır, düzdürmü? Yəni real həyatda kişi sənə xəyanət də edə bilər. Real həyatda ümumiyyətlə yəni səhər hər şey mümkündür. Hər şey mümkündür yəni. Bu qadın yəni çox şiddətli mal dava məhkəməsinə şahid oldum mən və o arada qadının qətiyyən öz evladlarını düşünmədiyini gördüm. Yəni uşaqların bildiyimiz imtina. Yox, bilirsiniz necə uşaq depressiyadaydılar uşaqlar. Nə yemək yeyirdilər, nə nitq də pozuldu uşaqlarda. Yəni danışmırdılar. Ana ancaq onunla məşğul idi ki, qaynatadan malı qopardım, qaynata ilə dava eləyir. Ər qalıb bir kənarda bu qaynata ilə savaşır ki, qızlar mal üstündə dava eləməyin. Ev istəyirsiniz qazanın, ana. Şükür Allaha, hər şey əlçatandır. Yəni biz niyə? Siz boşandınızsa, o artıq sizin eks həyat yoldaşınızdır da deyirik. Xalqın evladıdır o. Xalqın evladı ilə niyə danışıb ondan ev istəyirsiniz, yaşamaq hüququ istəyirsiniz? Bir situasiyamda oldu. Boşananda sizin həmin evdə yaşamaq hüququnuz olur. Bəli. Xanım uşağı ilə oturdu o evdə, oğlan başladı bunu döyməyə. Çıx getdi, nə oturmusan orada? Yox, prinsipial. Öz evi də var. Yəni deməyim istədiyim odur ki, qızlar, ya elə yaxşı idi, boşanmazdım. Bunun mən də tərəfdarı deyiləm. Əgər bir evdə yaşayacaqdınsa, uşağına nə mənası var idi? Tramvayın yaşatmağın da mənası yox idi. Uşaq travmatikdir hal-hazırda. Yəni biz cəmiyyətimiz yəni ortada olan uşaqlar olur. Boşanmaq asandır. Ərə getmək də asandır. Ailə qorumaq çətindir, uşaq baxmaq çətindir. Bütün məsuliyyət təbii ki, ananın üzərində olmamalıdır. Amma bir məqamda var. Ata istəmirsə siz heç nə edə bilməyəcəksiniz. Mən atayım, mən aliment ödəməkdən çəkinirəmsə, sən niyə biləcəksən? Nə qədər məhkəməyə müraciət edəcəksən? Rəsmi iş yerim yoxsa, ha müraciət edin. Yəni bir istəyəndə ikinci dəfə istəməyə adam utanır. Alçatmayın. Özünüzə elə bir strukturlu həyat qurun ki, heç kimin qabağında dilənmək məcburiyyətində olmayasınız. Qarşı tərəf sizi təhqir eləməsin, döyməsin, söyməsin. Təzədən bu müəyyən instansiyaları gəzmək məcburiyyətində olmayasınız. Normal strukturlu həyat yaşayın. Türkan xanım, əslində sizin danışıqlarınızdan belə bir şey ortaya çıxır ki, deməli öz ayaqları üzərində durmağı bacaran bir qadın səhərsi günü hər hansı bir çətin vəziyyət yaranan kimi cüzi bir şey də olsa boşanmaq tələb eləyəcək ki, mən artıq hər şeyim var. Yəni bugünkü gündə də yəqin özünüz də şahid olursunuz. Qadınların pulu artdıqca nə edirlər? Düşünürlər ki, artıq mən kişidən üstünəm, ona ehtiyacım yoxdur və daha başqa həyatlar axtarmağa başlayırlar. Belə olduğu halda da təbii ki, boşanmaların sayı artacaq. Zaten boşanmaların sayı artır. Ümumiyyətcə evliliyin sayı azalır. Baxın, çox qəşəng sualdır, baxın, çox gözəl mövzudur. Ona da bir fikir bildirəcəm. Biz hər birimiz Avropa həyatı istəyirik Azərbaycanda. Biz can atırıq, Avropaya köçüm ya da Avropanı bura gətirim, o strukturundan yaşayaq. Amma Avropaya çıxanda biz nə görürük? Ailə institutu yoxdur, dağılıb orada.
Hərə ya bank Özü sperma üçün. deyirlər də, gedirlər süni mayalandırma eləyirlər, heç tanımır kimdir, nədir, nəçidir. Uşaq dünyaya gətirir ki, sabahlar mənim uşağımı əlimdən almasınlar, mən uşağıma özüm baxacağam. Qadınlar təbii ki, hər biri kişi peşələrini görürlər. Orada qadınlar slesardır, zapravkada işləyir. Yəni biz Avropa deyirik də, Avropaya girəndə ailə institutu görmürük. Bizim Azərbaycanda hələ ki ailə institutu qorumağa çalışırıq. Amma deyir, pozulmağa doğru gedir. Medalın deyir ikinci tərəfi də vardı. Qadınların sizcə sual verəcəm sizə. Mən çox maraqlı fikriniz. Qadınlara kişilərdən nə lazımdır? Qadınlara kişilərdən nə Bəli. lazımdır? Diqqət, qayğı, sevgi. Okay. Bir mənalı soram. Sevgi, Soram. hörmət, Pul lazım deyil. pul. Aysel. Bunun hamısının adı nədir? Deyirsiz bax aliment davası eləyir qadın. Aliment əslində nədir? O 220 manat davası eləmir ki, resurs davası eləyir. Qadına kişidə nə lazımdır? Resurs. Ay sağ ol. Biz resursu maddi olaraq özümüzü təmin ediriksə, bizə kişidən ikinci resurs tələb olunur. Bizi qorusun, bizi qorumağa artıq da ehtiyac yoxdur. Hüquq mühafizə orqanı var. Bizim söz hüququmuz da var. Deməli bizə sevgi, qayğı, diqqət resursu lazımdır. Bəlkə də o aliment davası deyil əslində. Qadınlar kişilərlə Resurs davası almadıqları sevgi resurs davası eləyir. Bəli, aliment davası yoxdur ölkədə, resurs davası. Çünki milyoner qadının da mən hal-hazırda Azərbaycanda çox imkanlı bir ailənin qızının özünün restoran şəbəkəsi olan bir xanımın 220 manat üzərində davasını görürəm məhkəmədə. Bu nə deməkdir? Prinsip deyil, prinsip deyil, okey, amma resurs davasıdır. Yəni heç kimsə əsəbləşsin. Heç kimsə nəsə, amma qarşı nəticədə tərəfi qıcıqlandırmaq. şiddət yeyən uşaqdır da burada, əziyyət çəkən uşaqdır. Sözümü ona gətirirəm ki, bəli, qadın öz ayaqlarının üzərində dayananda, ən azından bizim respublikada qadın başlayacaq boşanmağa. Qadına ümumiyyətlə ərə getməyə belə ehtiyac olmayacaq. Mənim yaşımda, bəli, mənim yaşımda qadınlar 34 yaşında artıq ailə həyatı qurmaq istəmirlər. Çünki pul da özü qazanır, hüquq mühafizə orqanım var, polisim də var, məhkəməm də var, məni qoruyur. Hər ölkə başçım da var, məni qoruyur, saldatım da var, məni qoruyur. Mən pul da qazanıram, resursu var, mənə nə lazımdır? Qayğı, diqqət, sevgi. Sərbəst həyatım zaten var, mən demokratik respublikada yaşayıram, məni kim qısıtlaya bilər ki? Yəni kişidən asılı olmadan, yəni ailəli xanımların yəni bəllidir də kişidən çəkinirlər, istədikləri həyat tərzini yaşaya bilmirlər. Düşünürlər artıq hər şeyim var, rahat yaşayırlar. Ailədə totalitar rejim də olmamalıdır bu arada. Sərbəst həyat siz nə deyirsiniz? Məsələn, hal-hazırda elə ailələr var ki, qadınlar ərlərindən çox asılı vəziyyətdə yaşayırlar. Maddi-mi? Maddi deməyim, yəni istədikləri vaxt hər hansı bir rəfiqəsindən görüşə bilmir, sosial həyatları yoxdur. Bax, o boşanmanın ilkin səbəbi elə bu olmalıdır. Buna səbəb məncə seriallardır. O da ola bilər. Türk serialları məncə yığışdırsalar, bu dramalara baxsalar daha yaxşı olar. Hə, biraz hə. Bir də yenə qlobal ata-ana mövzusuna gəlirik. Qlobaldan böyüklərimizdə problem var. Biz onu təbii ki də yığışdıra bilmərik, amma üzərimizə işləməliyik. Qaynanalı, qaynatalı evdə yaşayanları nəzərdə tutursunuz. Ne tolika təkcə o deyil də, yəni öz ata-analarımıza ümumi qlobal götürəndə millətin böyüklərində problem var. Amma fikrimi tamamlamaq istəyərdim bu resurs mövzusunda. Hələ orada qalmışam. Hələ orada qalmışam, bəli, onu deyəcəm mən. Yanıqlı danışıram mən burada, heç kim inciməz. Siz görünür ki, çox hadisələrin şahidi olmusunuz bir psixoloq mən olaraq. Özüm də Ona görə mən özüm həyatda çox çətinlik çəkmişəm. siz aliment almırsınız Türkan xanım. Mənim yoldaşım rəhmətə gedib, mən boşanmışam. Bəli, amma yoldaşım da rəhmətə gedəndən sonra qaynanam, qaynatamdan heç bir münasibətim yoxdur. Yəni mən durub onların istəsə ilk gündən dedim, istəsəz qapım açıqdır, istəməsəz də problem yoxdur. Yəni mən özüm öz uşağım, mən 2 ali təhsilliyəm. Mən öz işimi çox gözəl qurmuşam. Mən öz uşağıma yavan çörək də olsa verə biləcəm. Yəni bunun üçün ehtiyacım yoxdur. Heç öz ata-anamdan da heç bir maddi, mənəvi, fiziki belə dəstəyim yoxdur. Yəni bir evladımdır, bir özüməm, bir də dövlətimdir. Amma fikrimi yenə də tamamlayacağam. Yenə də fikrimi tamamlamaq istəyirəm. Baxın, ölkədə boşanmaların sayı getdikcə artacaq və bunun səbəbkarı qadınların pullu olmağı deyil. Siz düşünürsüz, bizim respublika çox belə pullu, imkanlıdır. Bir dənə baxın, hamı maaşa baxır. 1000 manat maaşla siz imkanlı olmursunuz. Siz sadəcə öz ayaqlarınız üzərində bu aydan o aya yaşayacaqsınız. Səbəb odur ki, kişilərimiz zəifləyir. Artıq resurs verə bilmirlər. Qadın pulu qazana bilər, amma mənim qarşıma kasıb kişi də pul qazanmaq istəmir. Sağ ol, mənim qabağıma kasıb kişi də çıxsa, o mənim bir təhlükəsizliyimi, 2 mən evə gətirdiyim maddiyatı, 3 mənə sevgi, qayğı, diqqət göstərsə, artıq bütün resurslarla təmin olunmuş sayılıram mən.
Mən boşanmağa ehtiyacım olmur. Mən yenə də boşanandan sonra yenə təhlükəsizlik axtaracağam. Yenə qayğı axtaracağam, yenə sevgi axtaracağam, digər kişilərdə axtaracağam bunu. Və bu bitməyən bir prosesdir. Bir dənə baxın ölkədə nə baş verir? Xaosdur, anarxiyadır. Yəni söhbət cəmiyyətimizdən gedir də, anarxiyadır. Dəlixanadır. Və bu bitməyən prosesdir. Mən yenə ikinci dəfə ailə həyatı quracağam. Yenə orada resursu tapmayacağam. Təkcə qadın pullu oldu. Hə, qadın amma qadın estrogen hormonu ilə yaşayır. Bizə sevgi, qayğı, bizim ehtiyacımız var. Yəni hər birinin təməlində məhz sevgi, qayğısızlıqdır. Sevgi, bəli. Əslində dava aliment davası deyil qadınlar. Kişilərimizdə biraz möhkəm olsunlar. Biraz möhkəm. Kişi o həddə kənardakı qadınlara yaxşı sevgi, qayğı göstərə bilirlər, amma evlərindəkilərə o qayğını göstərə bilmirlər. Sevgini verə bilmirlər. Bilirsiniz niyə? Kənardakı qadına yalnız pul lazımdır. Evdəkindən belə. Amma evdəkinə hər şey lazımdır. Az danışır. Kənardakı qadına yalnız və yalnız pul lazımdır. Bax, bir psixoloq olaraq deyirəm ha. Kənardakı qadına bir mənalı olaraq yalnız pul lazımdır. Bəli, kişinin özü maraqlıdır. Yox, onu maraqlı deyil. Amma evdəki qadına öz uşağı da maraqlıdır, dörd divarı da maraqlıdır, kişinin də ailəsi maraqlıdır. Orada da kontrol eləməlidir, orada qayğı göstərməlidir. Kişi özü də axı kişi nastroyeniyasız, keyfsiz getmir qırağa. Düzdürmü? Bəli. Öz keyfsizliyini gəl həyat yoldaşına göstərir. Bütün o harda, bütün işin acını 100%, evdə uşaqların üzərində. Orada kənarda qadın öz uşaqları ilə yormur axı kişini. Kənardakı qadına yalnız onun resursu pul lazımdır. Ancaq pulu öz-özünü sevir. Ailə məişət mövzuları əslində bitməyən, tükənməyən bir mövzudur. Bəli, tükənmir. Sizinlə söhbət çox xoş oldu Türkan xanım. Razılaşdığım məqamlarda oldu, razılaşmadığım da. Amma çox mövzularımız var ki, bəli, çox dərin mövzulardır. Axıra qədər müzakirə eləyə bilmədiyimiz mövzular var. Bir verilişə təbii ki, biz bunu sığışdıra bilmərik. İnşallah vaxt olar təkrar bu mövzuların üzərindən bir də keçərik, daha dərinliklərinə gedərik. Bugünkü verilişimiz yekunlaşdı. İnşallah ki, bəyənərsiniz. Öz fikirlərinizi yazmağı unutmayın və təbii ki, YouTube kanalıma abunə olmağı da unutmayın. Müzakirə edilməyini istədiyiniz mövzuları isə şərh bölməsində qeyd edin.